Nəhayət, tarixi mühasirə yarıldı. Lozannada Tehran və altılığı ölkələri İranın nüvə proqramının dayandırılmasının əvəzində sanksiyaların aradan qaldırılması ilə bağlı çərçivə sazişinə nail oldular. Əsas sazişin tam mətni iyunun 30-da hazır olmalıdır. Beləliklə, bununla da Amerika Birləşmiş Ştatları və Avropa Birliyi İranın nüvə fəaliyyətinə cavab olaraq tətbiq edilmiş sanksiyaları aradan qaldırmağı öz öhdələrinə götürdülər. Danışıqların təfərrüatları üzərində deyilməyəcək, sadəcə olaraq hadisənin əhəmiyyəti və həm də bizim üçün əhəmiyyəti barədə danışacağım. Bu, Azərbaycan üçün də böyük hadisədir. Təkcə ona görə yox ki, İran böyük qonşumuzdur, böyük dövlətdir. Sıxışdırılma və beynəlxalq izolyasiya nəticəsində məruz qaldığı təsiri müəyyən mənada biz də hiss edirdik və ya bu İranın malik ola biləcəyi inkişafdan qonşu və qardaş dövlət olaraq bizə də pay düşmüşdü. Təkcə bütün bunlara görə yox. Həm də ona görə ki, yeni şəraitdə həm də Azərbaycanın gələcəyi üçün müqəddərata əhəmiyyət kəsb edən TANAP-ın rolu ağla sığmaz dərəcədə böyüyür. İndi TANAP Türkmənistan və İran üçün də son dərəcə maraqlı və əlverişli layihə olacaq. Çünki ortada Avropanın işinə yaraya biləcək və faktiki olaraq Rusiya qazına rəqib ola biləcək İran qazı da var. Bu dəqiqə əgər bilirsiniz ki, İranın üzərindən bu sanksiyaları götüründən sonra TANAP-ın gündəliyi çox yüksəlir. Bilirsiniz ki, İranın da gələcəkdə qazı olacaq və başqa bir TANAP-dan başqa bir alternativ yoxdur. Bu qazı gələcək bazarlara çıxartmalı. İranla bağlı Qərbin atdığı bu addıma bədbin yanaşanlar da var. Belə ekspertlərin əsas argumenti odur ki, indi yeni bir enerji ocağının nəhəng İranın əli qolu tam açılacaq və nəticədə neftin qiyməti aşağı düşəcək. Düzdür, bu da hətta digər çətinliklər də mümkündür. Amma o çətinliklər müvəqqəti xarakter daşıyacaq. Amma biraz uzağı görsək, perspektivə boylansaq görərik ki, məsələ bir ölkənin, bir dövlətin narahatlıq miqyasından daha böyük və daha əhəmiyyətlidir. Lozanna razılaşması bütün dünyada vəziyyəti tam dəyişir. Yeni geopolitik mənzərə yaradır. Təsəvvür edək ki, bu boyda nəhəng 30 ilə yaxın idi ki, qəfəsə saxlanırdı. İndi o azad olacaq. Ekspertlər arasında hətta bundan sonra Türk axını proyektinin də perspektivini şübhə altına alanlar tapılır. Doğrudur, biz bu ehtimalları qəbul etməyə tələsmirik, amma bununla yanaşı belə düşünənlərin rəyini də tam əsassız saymırıq. Avropa üçün yeni nəhəng qaz mənbəyi yaranır. Yəni, embargo aradan qalxarsa, Avropa qazı İrandan da ala bilər. Əgər bu mümkün olarsa, Azərbaycanın regional əhəmiyyəti yeni səviyyəyə qalxacaq. Onda artıq bizim perspektivlərimiz qabaracaq. Təsəvvür edin, hələ bir həftə əvvəl Avropa Türkmən qazını Transxəzərlə necə daşımaq üzərində baş sındırırdısa, son 7 günün içində vəziyyət elə dəyişdi ki, söhbət artıq daha real və əldə olunması daha asan başa gələ biləcək İran qazından onun tranzitindən gedə bilər. Bəzi ekspertlərin fikrincə, Birləşmiş Ştatlar buna ona görə getdi ki, qlobal miqyasda iki enerji nəhəngini, Rusiyanı və İranı eyni zamanda təcriddə saxlamaq, necə deyərlər, iki cəbhədə mübarizə aparmaq çox çətindir. Digər tərəfdən, o da aydın oldu ki, mübarizədə bu üsul ən səmərəlisi deyil. İranı 30 il demək olar ki, qlobal mühasirə vəziyyətində saxladılar. Əvəzində nə oldu? İran çöktü? Yox. İradəsindən döndü? Yox. Qərbi, Birləşmiş Ştatları sevdi? Yenə də yox. Barack Obama da onun təslimçi sülh sazişi bağlamaqda günahlandıranlara elə buna görə deyir ki, cənablar, ağalar, İran elə nüvə istiqamətində apardığı siyasətdə uğurlara, uranı bu qədər zənginləşdirməyə və ya bu qədər uranı zənginləşdirməyə elə həmin 30 blokada ilində nail olub. Obama bu müddətdə heç nəyin Birləşmiş Ştatların xeyrinə dəyişmədiyini, sadəcə olaraq bu dəyişməməyə göz yumduqlarını etiraf edir. Hə, blokada olub. Hə, İran çətinliklər çəkib, amma bu o demək deyil ki, bu dövlət əlini qolunu yanına salıb və heç nə etməyib. Lozanna sazişi isə daha effektiv perspektiv vərdiyir. Bundan sonra İranın nüvəyə doğru cəhdlərinə və çalışmalarına nəzarət etmək daha real, MAGATE üçün şəffaf İran mövcud olacaq. İran İslam Respublikası ilə bu saziş həm də Yəməndəki son və ağır döyüşlərdən sonra imzalanır. Yəmən məsələsinin həllində İranın pozitiv rolundan bundan sonra istifadə etmək daha asan olacaq. Bu sanksiyaların aradan qaldırılmasından baxanda, bəlkə də Yəmən son döyüş ərəfəsində Berlin hədəfliyi kimi bir məhdəliyyət daşıyacaq. Bu məsələdən iqtimat edir ki, Yəmən problemi öz yoluna düşəcək. Nə yaxşı ki, belə alındı.